Sabahınız xeyir olsun. Biz günümüzə tavada olan pizza ilə başlayırıq və burada da çayımı süzmüşəm. Çayın üzərindəkilər kək otudur. Ona görə elə görsənir. Və bizə nuş olsun. Biz indi yeməyimizi yeyir, tezcə tələsik evdən çıxmalıyıq. Bugün qızımın Vinetka çəkilişidir. Ora gedirik. Bugün sonuncu çəkilişdir. İnşallah ki, bugün rahatçılıqla yola verərik bugünü. Bay bay. Biz уже geyindik, hazırlaşdıq, düzdür, gecikirik və gedirik Filarmoniyanın parkına. Və biz artıq burada çəkiliş yerindəydik və axırki çəkilişimizi də bitirdik. Bu dəfəki çəkilişimiz çox uğurlu keçdi. Yəni qısa bir zaman ərzində çəkilişimizi bitirdik və biraz Nurayla da yuxarı küçəyə qalxdıq və oraları gəzdik. Bundan öncəki çəkiliş çox çətin olmuşdu. Studiya idi və studiyada çox balaca olduğu üçün çox çətin anlar yaşamışdıq. Amma şükür beləliklə çəkilişimizi də bitirə bildik. Aç oradan. Ha, gəlir söylüyor. Все? Знала это? Да, знал. Azılcağı azılı çıxır. Şu plova vuracaq. Yarısını iki xvostik belə yığır. Bax. İki xvostik qalanda açıq qalır. Мне так кажется. Например, можно держать. Sen masamızda kaçırdık. Ayla da bizə desert hazırlayır. Ayla, desertin adı nədir? Yazılan çıxdı. Şey idi. Magnolia. Ya, Magnolia. Ayla da bizə Magnolia düzəldir. Axşama desertimiz budur. Bananlı falan. Bananını da doğrayır orada. Hazır. Burada da özü üçün video çəkir. Kremi çox olub elə. Ne diyeyim? Yəni sən bir qat edirin, ikinci qat gedirsən. Mən az vurdum krem qutaracaq deyə. Prosta bu dəqiqə krem biraz xeyirli qaldı deyə. Bu arada bu bankalarda bugün manatlıqdan almışam. 1001 xırdavat olan ya 1 manatlıq mağaza var idi. Nərmanadan qayıdanda elə bunların özünü 1 manata aldım. Əslində sadə belə bankalar olur. Onlardan almaq istədim, amma o bankada yox idi. Yəni elə banka axtardım. O da tapa bilmədim. Dedi ki, bundan var. Bir də başqa yumruydu. Başı belə plasmas olanlar. Bunların qapaqları belədir. Əslində bunlar məncə ədviyyat üçün istifadə olunan bankalardır. Mən heç bundan aldım. Bankanda ona görə aldım ki, belə türklər hazırlayırlar, kavanozda keklər pişirir. Elə rahat pişirib hazır piknikə falan gedəndə hərəmizə bir dənə elə özümüzdən aparaq. Yay sezonu açılır. Yay sezonu açılır. Keşke altı daha bol krema vursaydım. Daha malzeme bol eləyərdim. Bu arada bu birisi də piçenyedir. Piçenye aldıq.
Peçeniya, biskvit deyil. Hazır peçeniyadan Ayla əzib. Əzmisən də? Əslində birini diləyəcəkdim, prosta qoşamadım. Şimdi nəsə, belə. Ver bananın birini. Sabahınız xeyir olsun. Sizi yeni bir gündən salamlayıram. Artıq kursa gecikirəm. Gecə kofemi içim. Və evdən çıxacam. Tələsirəm çünki 11 yaşlarda olmalıyım. Saat 11 yaş olur. Hələ mən evdəyim. Bu arada kofemi də hazırladım. Bu dəfə 3'ü birindən istifadə elədim. Çünki özümün kofem qutarıb. Ona görə almalıyım. Bu da dünən Aylan hazırladığı desertdir. Bunu da bundan yeyib dadına baxın. Bəli, dünənləri başladığım videonu bugün dedim artıq sonlandırım. Bütün evin işlərini falan görmüşəm. Sadəcə 11-ci yaşıma artıq keçir. Kursa da gecikirəm. Dedim bunu burada yəni sonlandırım və videonu bugün montaj eləmək istəyirəm. İnşallah, yəni qismət olursa axşama kimi video montaj eləmək istəyirəm. Bu arada bu kitabı oxudum. Çox gözəl kitabdır, çox həyəcan verici. Bir hissəsi hətta bilməm bu kitabı oxuyanlarınız var, yoxsa o uşaqların yəni artıq qətlə yetirildiyini, yəni iddia olunandan sonra, yəni artıq bilinəndən sonra kim məqam bir hardasa o da 100 neçə səhifə təsəvvür edin, 3-ün yarısına qədər 170 səhifəsini oxumuşdum. Ondan sonra 310-cu səhifəsinə qədər oxudum. Hardasa 360 neçə səhifədir. Qalan isə səhər-səhər oxudum və artıq yəni onu oxumadan yata bilməzdim ki, yəni hadisələr necə getdiyini. Yəni həqiqətən oxumağa dəyər, çox gözəl kitabdır həddindən artıq. Yəni işarələr tamam başqa adamları göstərirdi, amma sonda isə tamam başqa adam çıxdı. Yəni bu hadisələri törədən. Belə, bu kitab haqqında da dedim, biraz öz fikrimi bildirim. Bu arada hələ də kanalıma əgər abunə deyilsə, abunə olmağı və aşağıda ümumiyyətlə kitabla bağlı və ya da hər hansı bir şeylə bağlı yəni yorumlarınızı yazsanız həqiqətən də çox sevinərəm. Ümumiyyətcə başqa yəni məsləhət gördüyünüz, əgər hər hansı oxunulası bir kitab varsa, məsləhət görürsünüzsə, onda kommentarlarda aşağı hissədə yazmanızı sizdən xahiş edirəm. Hələlik bu qədər və kofemi tezcə içim və desertimdən bir-iki qaşıq alım və evdən çıxıram. Hələlik özünüzə yaxşı baxın. İnşallah yeni videolarda görüşmək üzərə. İnşallah Allah qismət edər videolarımı yəni davamlı çəkməyə yəni nəsib olar. Və inşallah gələn videolarda da nə üçün videolar çəkmədiyimi də izahını da yəqin ki sizə verəcəm. Hələlik bugünlük bu qədər. Sağ olun, salamat qalın.